hansıdır Polad Həşimovun o sözü ki, həmişə Polad yada düşəndə bu söz ilə yada düşür. Başım gedir. Amma mənim yadımdadır. Dedi ki, biz səhv eləmirəmsə 2022-ci ildə idi səhv eləmirəmsə bu çəkiş eləmişdik. Ana dedi ki, gəldi oturdu, əllərimi qucaqladı, dedi, Aziz, narahat olma, tezliklə qayıdacaq. Və ondan neçə gün sonra xəbəri gəldi, bir ay sonra desin, yoxsa? Yox, ondan o olub Mart ayında gelmiş. Mart ayında gəlmiş, axırıncı dəfə gələndə. Pandemiyeden sonra gelen. Şeydən sonra pandemiya dövrüydü də Mart ayında gəldi, getdi. Ondan sonra da Mart, Aprel, May. Telefonla danışıblar. Ondan kimi telefonla arada danışmışıq, gəlməyib. Amma axırıncı gəlişi Mart ayı oldu. Deyir ki, əllərimi qucaqladı, icrayına az qalıb, gələcəm. Ana, neçə övladım var? 4 övladım var. 2 oğlum, 2 qızım. Neçə nəvəm var? 4 nəvə. 3 Polad Həşimovun, bir də Arzu xanımdan. İndi Arzu xanım burada yoxdur. Səhvləmsə Qubada işləyir o. Yoxsa Qubada müəllimə kimi çalışır. Kəmal Xamid bizim məzlimizdir. Bəs yaxşı, İlham bəyini evləndirmirsiniz? Qız yoxdur. Qız yox. Qızlar deyir, oğlan yoxdur. Oğlanlar deyir, qız yoxdur. Ən çox hansı övladı istəyirdi? Heç bir. Heç birini. Belə ki, gəlir, heç bir. Ən çox Polad istəyirdi. Yox, heç birini istəmir. Heç birini. Bilirsiniz ana bu sözü niyə deyir? Ana bunu deyir ki, hansı övladımı çox istəyirəm, Allah onu məndən alır. Və sizin övladınız adını Azərbaycan hərf tarixinə qızıl hərflərlə yazdırmaqla bərabər də Həşimovlar ailəsi artıq bir ocağa, bir ziyarətgaha çevrilir. Biz onları unutmamalıyıq. Biz onları gələcək nəsillərə çatdırmalıyıq. Gələcək nəsillər Polad Həşimov kimi qəhrəmanların qəhrəmanlığı ilə böyüməlidir.